şagirdlər keçdiyi, öyrəndiyi və biraz da proqramdan biz kənara onları həvəsləndirmək üçün proqramdan kənara çıxmışıq. İndi bunlar öz əl işlərini, bacarıqlarını göstərəcəklər. Uzun böyle şey uzun olduğuna göre çok vaxt apardığından biz onu biraz önceden başladık ki vaxtımız çok yetməsin. Uşaqları təqdim etsin də. Uşaqları təqdim edin. Grup 66. Bir de şunu bizim hesap edecek. Hal-hazırda bir Sen de dinleyin, normalde təsir saçla verəcək, çox başlayın. Kəsmin Gülmayla Gülmar. son vaxtlar çox dəvdə olan saçımdır. 2016-2017-ci illərin saçıdır. Qruplar. Saça aid olan bütün lavazımatlar üstündədir. Başlayasın. Gülnar sen ne diyorsun? Saç kırmızı. Adın ne? Saç kırmızı. Yok saç Dadaş öz işindən. Dadaş öz işindən danışır. Yəni sən çək. O da sizin danışır. Makyajla makyaj. Emir sen belediye Dostlar dəvdə olan saç kəsmin. Naniye'den Naniye'de. Və bu saç hissə qırılır. Yəni ki, millimetr, 3 millimetrdən 3 millimetrdən 12 millimetrə kimi keç hissələrini yerinə yetirirsən və üst hissə qaydırırsan. Yerine getirmesen ne olur? Üstte oları. Orada ne Yəni ki, başlayabilirsin? necə deyim? Yəni ki, keçid hissələr yerinə yetirilməsə, bəli, xətəmələr gələr və saç görünüşü yaxşı olur. Bəli. Ümumiyyətlə saçın keçid hissəsi yaxşı olmasa, saç yaxşı olmur. Eşte sen de. Bu kaş olmuş. Ha, ona bakıyorlar. Sen niye istersin? Məndə də Alman stilidir. Bunun elə bir üç növü belə deyək də var. Sağdan sola, soldan sağa və hamısı arxa istiqamətə. Hal-hazırda arxa istiqamət olanı kəsəcəm. Bu Azərbaycan stili yoxdur mu? Azərbaycan stili var. Prosta ümumiyyətlə Azərbaycan stili Daha beyaz. kvadrat saçlar. Kvadrat spartinli bolboks. Bunlar Azərbaycan saçları. Formox deyir sana. Bolboks 3 mm, 12 mm. Bir azacıq solta var. Spartinli. Elə demək milli bir şeyimiz yoxdur bu. Formox Hal-hazırda dəvdə olan saldatların şeyləri, genetik bir milli Azərbaycan. son vaxtlar Azərbaycan Məşrubat üsulunda bir dənə. son vaxtlar Azərbaycanın öz saç stili yoxdur. Azərbaycan Yaradın da. inşallah.
Yalan yoksa niye yaratıyor? Hamza Alman bizim dünyada model normalde var. Öküzler de var. Ha, bizim çok. Aslında güzel. Biz de bir var. Ben sakal istedim üniversitede. Kaptan istedim. Satın içerisinde aşağı 2 milimetreden artık kalan qara Onları almalısın ki kış görükmez. Ona ne deyirlər? Ne deyirlər ona? Bu tüklərin qıraqlarının alınmasına ne deyirlər? Akantof. Asfalt. Sen de emininde akantof Bəli, akantovka eləyirəm. Akantovkanın 2 növü var. Şun hissələri yumru gedir, akantovka. O arıq insanlara qarşı alınmır. Yox, elə orada o saç. 1 kvadrat. ustalar var ki, yani akantovkanın Qara şikəstəsi görmək. formunda belə bir şey var, belə bir şey istəyirəm. Saçı kəsələr, akantovkanın düzəldib səliqəsi olan ki, saçın forması Qələmin ayrı istifadə ama bunlara belə bir şey Alman istedim. Ama bizim de bak vermiştim. Yerine kadar bak vermiştim. Sen burada bir saat dersin, burada 7 saat. Yok, bu Çok beşte, basit şu hafızından çok iyi, hafızından çok iyi. Elmira, Hamısını təqdim edir. makyajı bu tarafa çevir, bize başa sal görün necə makyaj edirsən, kimə makyaj edirsən, sifət quruluşu necədir, hansı sifət quruluşuna necə makyaj yaraşır, onlardan danış. Onun sifət quruluşu necədir, kapoy sonra danış, yumru sifətdə necə makyaj edirsən. Gündəlik də vurulur. Sonra Uzun olmaq, davay, şurası istəyirsən. Yerden de aslında. Ona görə məsələn Rusça Merkezde var. deyir, Rusça bilir də ona görə. Merkezde ustaş güzel. Ev yox da, elə işlədi izə bilərik inşallah. Professional salonlarda qiymətli bahadır. Bahadır. 100 manata qədərdir hətta. Neçəyə? 100 manat, 150 manata qədərdir professional salonlarda. Sadəcə olaraq bura biraz kənar olduğuna görə burada qiymətlər də biraz aşağıdır. Gündəlik saç düzümlərində mən hal-hazırda hara gedəcəklər ki bu? Aytaş xanım sual verir, biz hara gedəcək? Axşam. Bir düzeltmişken varsa bir Qonaqlığa gedəcək. Belə də gündəlik. gündelik. Belə eləyirlər ki, dolu yatmış durur salonlar. Böyükləri var, bağlı daha da nadir var. Böyle şeyler veriyor. Yumak burada yüksek proses gereği 205 prosesde oradan bak olur. 5 ameliyat. Şəkli sansın şəkilləri. Bəli, çək. Çoxlu şəkil olsun seçməyə.
Seçeceğim ben. Evet, çakansın belki. Sayfa verirsin. Böyle büyük şey. Üçlü. Kahve yanı. Benim telefonda bir şey yapıyorum. Yok, elemeyin. Lazım oluyor ya. Yemeyin. Şeyler bakar mısın? Gözlerini sabit ya. Gözü sabit. Sağ ol. O şey mi? Sen neyin adına yazıyorsun gönderdin? Amin. Amin. Onu ben de buradayım ama. Ahmet Kamil yazsın. Kamil var da sizde. Ahmet var mı? Onu diyorum gelsin şimdi işine aslında. Öyle değil böyle. Memnun birini seçti de sen gene ellerle yüzleşine. Ya da gelmek sonra söylesin. Yaxşı danışarsan, ayağını bilmək istəyirsən. Kızım eğer Google olmasa ne yiyecektin? Peynir olmasa. Google, hani peynir olmasa ha. Peynirimiz olmasa bu gıdalardan güzellikleri, bu gıdalardan hiç yaşıyordu. Bu gıdalar biri hakkında oluşan gıdalar olur. Bu durma hakkında satın ne bilmek lazımdır. Sömgil, geyler vasıtasıyla sat geylenir. Ondan sonra bu gıdalar ayrılır. Sonra stili verilir. Stili verilir, kurusun. Kurumak stili verilir. Sonra Yok, siyahda kanka. Gelmedi, özüne danıştı. Zemin vermek. Yok, başa sağlık. İlk kıymetinizi 45 dakika bekliyor. Bu 45 dakikayı bölünmüş hisselerini. 15 dakika buraya yapalım. Dedi yok, evet. Uzun ara o. Taşkınlar bize diğer gibi. 45 dakikanı böl listelere. Her hansı işin təsvir etsin. Bax, bir də şahsı. Əfəz mənim. Bugün bulan dərsi sənə zahir etsin. Bəli, Yəni bu planı Aytaç xanım, bugün hal-hazırda dərs kimi saçın rənglənməsi.
Biz daha da çalışırız, daha da üstü olsun. Senin arkasına güzellik koyuyorlar ki daha da benim çok hoşuma geldi. Benim bu tarafında bakın oğlum çok güzel. Bu artık hissələr ki, dedim, burada ortada biraz boşluklar var. Buraları biraz altdan yukarı, barmaq arası dediğimiz gibi götürerek bunları uygunlaştırıp arkaya itəlirik ki, tərdən daryanmanı elə bir qabaq şeye qayıtmasın. Çok güzel. Sağlıklı vəziyyətlər, üst vəziyyətlər. Hal-hazırda belə bir vəziyyətə çatılmıyor. Başları tam bir şey çalışabilir. Yəni dəndən dediğimiz bu hissələri durur. Bu nədir sürtdüyün? Necə? Nədir o? Bu matbut kremlərdir. Nə üçün? Bu saçı formaya salmaq üçün həcm verir saça. Abyon verir, parıldadır, formaya salır. Prosta bu ukladka, əgər saçı ukladka edirsənsə, bunu ancaq var əllə, daraqla ukladka eləmək. Alman sayılı saç stilinin qaydasıdır. O parmak izleri orada hiss olunmalıdır böyle olanlar. Böyle bir saçlar yani kalın oğullara saç çok saçlar. Baktan da istifade edilir ki saçı küləkdən, yağışdan korusun. Korumak için böyle. Faydasından. Çok teşekkür. Eyvallah. Emin bizim stilistimizdir. Allah çok bedel. 5 çek. Sen böyle boyluk böyle dur. Başını sağ He, böyle dur. Biraz da dövmek. Sen telefonu ver. Bunu da çek. Allah geçerli. Böyle dur oğlum. Bu da geçerli, o da geçerli. İkisi de çok geçerli oldu. Kızın birini sattım. O biri Benden dediğimiz şey, kontak kamerası, yaş haddine uygun resmen. Yani 18 yaştan yukarı eğer müşteri isterse kontak
Kartofya lezva vurulursa bütün yumuşaq olur. Lezva vurulandan sonra o sərtləşir və qalın çıxır. Qalınlaşır. Və köynəyin varidniki yeyə. Yəni insanın özü narahat olur. Ne için? Bak Emir, bizde mesela Ruslar ve uşakların 1 yaşlı olanda saçlarını Ben bir şey başlattım. Ben iki parikma derler var. İkimiz de sakallısınız. Bərbər sırası 66-cı qrup oxuyuram. Onda Alman sayağı Anında yok. Ne yazmamışsın? Yani muasir dərdə olan Son 2016-2017 illər Alman sayağı dəbdədir. Belə çıxır. Dəbə uyğun edir. Dəbə uyğun. Amma ümumiyyətlə hansı sayaqlar var başkanım? Nələr var? İtalyanka var, Alman sayağı var, Spartak, Vaşaq, tenis, belə deyək, azdan çoxa millimetrlə qaldır, tretrə gedirsən və aviyon verirsən saç. Onu boksa nə deyil Azərbaycanda? O boks işte. Yarım boksdur. Yarım boks. Yəqin o saçlar kimin saçları nazikdir, onlar üçün eləyirlər ki, biraz qalın görsənsin. O saçlar və saçı belə deyil. Yəni, biz öz dövrümüzdən danışaq, bizim vaxtımızda, bizim məktəbə gedəndə elə qıxdırır. Yəni, hər dövrdən özünün saç qoyması. Amma ən çox seyrək saçlarda qəşəng olur. Ən çox seyrək saçlarda qəşəng olur, sıx saçlarda çox qəşəng olur. Sıx saçlarda daha da qalın görsənsin. Sıx saçlarda çox. Onun məqsədi nədir? Onun məqsədi odur ki, qalın görürsün. Ümumiyyətlə, saç başın formasına görə qırpılmalıdır. Yəni ki, məsəl üçün, əgər bir insan başı dairəlidirsə, ona olboks spartini yaxşı yapır. Əgər bir insan başı uzun soxursa, ona spartini eləmək düzgün deyil. Ümumiyyətlə, bərbər özü sifətə baxır, saç qıxmalıdır. Başın figurasına, şarabla darıyırsansa, o saçı hiss eləməz. O başın quruluşunu hiss eləyib, saçı qıxmaq lazım. Yəni ki, hər adamın hər saçı yaraşdırmaq olmaz. Ərazdən gedir. Bu arada 5 manat. 5 manat. Yəni ki, 40 İşlisiyə başqırmısan? o qədər. Hər gün var bilənim. Bütün qaçqın Yarı deyildi, onu qoydum olduğunu sayaq. Qaşları deyirəm, yəni saçı Onu oxşadılır. çıxart da üstündən hazır saç. Saçı istənilən formada eləmək olar. Bir tərəfdə. Amma belə Əvvəli belə eləmişdik. Sonra gün göstərərəm də. Sən nə dedin, bax, məsələn, ona necə dedin ki, mənim saçımı necə elə? Nətər deyirsiniz? Falan kəsin saçı kim elə, yoxsa bir şəkilə baxıb deyilsə? Yox, işlərini qəbul edəndə nə tərəf? Necə? Necə sifariş edir?